Quran-ı Kərimdə elm və idrak məsələsinə xüsusi diqqət ayrıldığını hamımız bilirik. Tez-tez Allahdan yalnız alimlər qorxar ifadəsini eşidirik və bu sözləri çox vaxt düşünmədən sadəcə dini bir şüar kimi qəbul edirik. Ancaq bu ayələrdə bəhs edilən alimlər kimlərdir? Quranın alim dedikdə nəzərdə tutduğu yalnız müqəddəs mətni əzbərləyən və dini ritualları icra edən şəxslərdirmi, yoxsa bu anlayış çox daha geniş bir dünya görüşünü əhatə edir? Bu suallara düzgün cavab tapmaq üçün əvvəlcə mövzu ilə bağlı müvafiq ayələrə diqqətlə nəzər salmalıyıq. Fatir surəsinin 28-ci ayəsində Allahdan qulları arasında yalnız alimlər qorxarlar buyurulur. Əl-Ənkəbut surəsinin 43-cü ayəsində onları isə ancaq alimlər anlayarlar deyilir. Ali İmran surəsinin 18-ci ayəsində isə Allah özündən başqa ibadətə layiq olan heç bir ilah olmadığına şahidlik etdi. Mələklər və ədalətlə davranan elm sahibləri də ifadəsi keçir. Bu üç ayəni yan-yana qoyduqda görürük ki, Quran alimliyi təsadüfi bir keyfiyyət deyil, imanın və ədalətin bilavasitə şahidi kimi təqdim edir. Sözbəsöz Allahdan ancaq alimlər qorxar ifadəsi Quranda yalnız Fatir surəsində keçsə də, biz bu ideyanın fərqli formalarda digər ayələrin də ruhuna hakim olduğunu görürük. Diqqət etsək, ayədə keçən qorxu, yəni xəşiyyət anlayışının sıradan instinktiv bir qorxu olmadığını asanlıqla anlaya bilərik. Bu, Allahın ucalığını, heybətini, sonsuz elmini və qüdrətini dərk etməkdən doğan böyük bir hörmət, heyranlıq və sevgi qarışıq məsuliyyət hissidir. Qorxu ilə məhəbbətin kəsişdiyi bir nöqtədir. Buradan çıxardığımız nəticə budur. Quranın tərif verdiyi alim tipi sadəcə mətni mexaniki şəkildə yadda saxmayan, kitabı əzbərləyən şəxs, hafiz demək deyil. Bizcə əsl alim Allahın kainata qoyduğu qanunları, yaradılışdakı nizamı dərk edən və bu elmi sayəsində yaradanın əzəməti qarşısında təzim edən insandır. Nə qədər ki, insanın dünyəvi və ilahi elmi dərinləşir, onun Allah qarşısındakı heyranlığı və məsuliyyəti də bir o qədər artır. Başqa sözlə, elm bizi Allahdan uzaqlaşdırmır, əksinə ona daha da yaxınlaşdırır. Yaradılışın şifrələrini çözmək üçün tək tərəfli deyil, universal biliklərə ehtiyacımız var. Quran bizi daim təfəkkürə, ətraf mühiti müşahidə etməyə çağırır. Ayələrdə dəfələrlə rast gəldiyimiz, onlar dönüb geri baxmırlarmı? Görmürlərmi? Rum 9, Qafir 82, Yusif 109 və digər bir çox ayə, sualları bizi birbaşa elmi araşdırmaya yönəldir. Diqqətə layiqdir ki, bu sual bir dəfə deyil, Quran boyu təkrarlanır. Bu da təsadüfi deyil, sistemli bir çağırışdır. Keçmişə baxıb dərs çıxarmaq bir tövsiyə deyil, vəzifədir. Bəs 1000 il əvvəl baş verən bir hadisəni və ya qədim xalqların aqibətini bugün necə görə bilərik? Əlbəttə ki, qədim tarixi abidələr, arxeoloji tapıntılar və bina qalıqları vasitəsilə. Misal üçün, Misir piramidaları bizə təkcə memarlığı öyrətmir, həm də fironların necə yaşadıqlarını, hansı sosioloji və siyasi səhvlər üzündən tarix səhnəsindən silindiklərini göstərir. Bu tarixi dərsləri çıxarmaq və kainatın nizamını anlamaq üçün kompleks elmi biliklərin şərt olduğunu vurğulamalıyıq. Keçmişi və bugünü dərindən öyrənmək üçün tək bir sahənin bəs etmədiyini düşünürük. Eyni zamanda tarixlə, arxeologiya ilə, sosiologiya və psixologiya ilə maraqlanmalıyıq. Hansı imperiyanın niyə çökdüyünü, cəmiyyətlərin necə parçalandığını bilmək üçün dəqiq sosioloji diaqnozlar qoymalıyıq. Kimya, fizika, biologiya və riyaziyyat və s. kimi fundamental elmlərə sahib olmadan, Allahın kainatdakı varlığını, hər şeydə özünü büruzə verən nizamını müasir insana elmi şəkildə sübut etməyin qeyri-mümkün olduğunu anlayırıq. Bu elmlər olmadan, Quranın bəzi gizli qanuna uyğunluqlarını da layiqincə dərk etmək çətinləşir. Tarix bunun sübutudur. İslam sivilizasiyasının qızıl dövründə yetişən Xarəzmi, İbn Sina, İbn Əl-Heysəm kimi şəxsiyyətlər elmi kəşflərini dərin dini idrakla birləşdirə bildikləri üçün həm elmə, həm də bəşəriyyətə misilsiz töhfələr verə bilmişlər. Bu nümunə bizə göstərir ki, iman və elm bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan iki qüvvədir. Bunlarla yanaşı,
Artıq müasir texnologiyalar və qlobal informasiya dövründə yaşadığımızı unutmamalıyıq. İnsanların əksəriyyəti oxuyub yaza bilir. Məlumat hər kəs üçün əl çatandır. Belə bir dövrdə kütlələri uydurma nağıllarla, xurafatla inandırmaq və ya idarə etmək artıq mümkün deyil. Buna görə də İslam dünyasının müasir elmlərlə silahlanmasını zəruri hesab edirik ki, insanları elmin işığında doğru yola səsləyə bilək. Əgər bir cəmiyyətdə elm arxa plana keçərsə, orada qaçılmaz olaraq bir cahillər ordusunun yetişəcəyinə əminik. Cahillik isə fəlakətin başlanğıcıdır. Unutmamalıyıq ki, cahilləri düz yoldan çıxarmaq, manipulyasiya etmək daha asandır. Savadsız kütlə hər bir fırıldaqçının, şarlatanın və din alverçisinin əlində asanlıqla kör-köranə bir alətə çevrilə bilər. Elmsizliyi təkcə fərdi deyil, həm də ictimai bir zəiflik hesab edirik. Çünki cəhalətin hökm sürdüyü cəmiyyətlərdə ədalət də, sabitlik də tez-tez qurban gedir. Nəticə etibarilə, müsəlman fərdlər və cəmiyyət olaraq həyatın bütün sahələrində bilikli olmağa borcluyuq. Yalnız elmli olan, kainatın və cəmiyyətlərin qanunlarına bələd olan və Allahın ədalət prinsiplərini dərk edən şəxslərin dünyanı tərəqqiyə apara və onu ədalətlə idarə edə biləcəklərinə inanırıq.